Bizim əsas problemimiz ali institutunun işləməməsidir. Amma nədənsə gündəmi hicabla doldururlar. Uşaqların həyati problemləri isə kənarda qalır. Uşaq pulundan danışılmır. Ailələrin uşağı böyütməkdə çəkdiyi maddi çətinliklərdən danışılmır. Uşaqlar kiçik yaşlarından siqaret çəkir, içki içir. Psixologiyasına pis təsir göstərən oyunlar oynayır. Psixotroplardan istifadə edir. Amma buna ciddi nəzarət edən yoxdur. Məktəblərdə dərslər keçirilmir. Keyfiyyət sıfırdır. Bərabərlik yoxdur. Bullying var, amma fikir verən yoxdur. Uşaq psixologiyası nəzərə alınmır. Fiziki qüsurlu uşaqlar üçün yardımlar yetərsizdir. Bax, bunlar əsl və real gündəlik həyat problemləridir. Amma hakimiyyət bunlara baxmaq əvəzinə hicabdan danışır. Sual yaranır. Niyə uşağın real problemləri yox, məhz hicab? Burada ali institutunun əsas rolu olmalıdır. Valideyn nəzarət etməlidir, bəli, dəstək verməlidir, balans yaratmalıdır. Amma ailənin özü çökübsə, dövlət dəstək vermirsə, məktəb sistemi işləmirsə, uşaq necə böyüsün? Mən düşünürəm ki, ilk növbədə uşaqların əsas problemləri gündəm olmalıdır. Uşaq pulu, təhsil, psixoloji sağlamlıq, təhlükəsizlik, bərabərlik, yardımlar, hicab mövzusu varsa da ancaq bunlardan sonra müzakirə olunmalıdır. Çünki əsas məsələ uşağın həyatına təsir edən, onun gələcəyini formalaşdıran məsələlər olmalıdır.